Salam olsun bütün bizim kanalın izləyicilərinə, balıqçılara, ovçulara. Bugünkü videom balıqçılara aiddir, balıqçılara şad xəbərdir. Çünki bəzi dostlarımız var, balıqçı dostlarımız var. Onlar bizə zəng edirlər, yazırlar ki, bəs necə olacaq bu işlərin axırı. Nazirlikdən belə bir xəbər gəlib, may ayından sentyabra qədər eşitmişik ki, balıq ovuna qadağa qoyulub. Mən bu haqda məlumat vermək istəyirdim. Televiziyada eşitdiyim bir məlumata görə, bu əsasən balıqların kürləmə dövründə torlarla, ondan sonra sənaye üsulundan hazırlanmış və toklarla və digər ov alətlərindən istifadəyə aiddir. Əsasən balıqçılar üçün 1 kilova icazə var. Bizim Lorel'də bir spinniklə gedib balıq tutmağa heç bir qadağa yoxdur. 5 kiloya qədər biz balıq tuta bilərik. İndi əlbəttə ki, tuta bilsək 5 kilo kimdir balıq tutan. Bizim istədim ki, bildiyimiz sizinlə də paylaşım, əziz balıqçı dostlar. Bu sizə şad xəbər olar. İnşallah karantin qutarsın. Allahın köməkliyi ilə balığa gedərik, balıq ov edərik və siz də bu video haqqında dostlara, tanışlara xəbərdarlıq edin ki, tilovla balıq ovuna icazə var. Kürüsü olan balıq ovlanması yüzlərlə körpə balığın məhv olması deməkdir. Bu dövrdə balıq ovlamaq isə balıq növlərinin sayının azalmasına gətirib çıxaran, bununla da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yarada bilər. Elə bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovunu qadağan edib. Daha ətraflı detalları ilə əməkdaşımız Leyla Behbudu danışacaq. İzləyək. Deyir, könlü balıq istəyənin quyruğu suda olsun. Amma onlar gərək sentyabrın 1-nə qədər səbr etsinlər. Çünki balıqların kürü tökmə dövrü başlayır və buna görə də balıq ovu mayın 1-dən sentyabrın 1-nə dək 4 aylıq qadağan edilir. Qadağa sənaye balıq ovuna tətbiq olunur. Sənaye üsulu ilə balıqların ovlanması, onların təbiətdən götürülməsi qadağan edilsə də, lakin qanunla icazə verilən ov aləti ilə həvəskar balıqçıların 5 kiloqrama qədər vətəgə ölçüsünə çatan və qırmızı kitaba düşməyən balıqları ovlamağına heç bir qadağa yoxdur. Hazırda isə ölkədə karantin rejimidir və müşahidələrimiz də göstərir ki, karantin rejimi olmasına baxmayaraq SMS ilə 2 saatlıq icazə müddətindən istifadə edərək balıq tutmağa gələn həvəskar balıqçılar kifayət qədərdir. Həvəskar balıqçılar isə balıq ovunu yalnız qapalı su tutarlarında həyata keçirə bilər. Sadəcə 2 saat icazəmizi alırıq, gəlib həvəsimizi öldürürük. Heç olmasa bilirsən ki, həvəsini öldür də. Bu dəyməsə də, ilişməsə də, heç olmasa adam gəl həvəsini öldürər də. Hər gün gəlirsiniz balıq tutmağa? Yox. Hərdən bir, nə qədər karantin vaxtı evdə nə qədər oturmaq olar. Təbii ki, qanuna tabe olmayan balıqçılar da kifayət qədərdir. Elə son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən reydlərdə istifadəsi qadağan edilən sintetik tor, müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar su nəqliyyatında polis idarəsinə göndərilib. Həftə ərzində Azərbaycanın bütün su tutarlarında geniş miqyaslı tədbirlər həyata keçirilib. Ümumi uzunluğu 21.140 metr olan sintetik tor su hövzələrindən götürülüb və 6000-ə qədər müxtəlif ölçülü qadağan edilmiş balıq ovu alətləri. Və beləliklə balıqların həmin ərazidə kürləmə üçün fəaliyyəti, onların hərəkəti, şirin su hövzələrinə keçməsi üçün çox münbit bir şərait yaradılıb. O da bildirildi ki, nəzarət tədbirləri ölkənin bütün su tutarlarında, o cümlədən Xəzər dənizində davam etdiriləcək. Leyla Behbudlu, İlham Abbasov, İTV Xəbər.